Bandung ruhunun 70 illiyinin qeyd olunması, Bandung prinsiplərinin dəstəklənməsində parlamentlərin rolu mövzusunda konfransa Milli Məclisin və Parlament şəbəkəsinin sədri Sahibə Qafarova sədrlik etdi. Müxtəlif ölkələrin parlament nümayəndələri və diplomatlar beynəlxalq hüquq və ədalətin təbliğində parlamentlərin rolunun artırılmasına dair müzakirələr apardılar. Qeyd olundu ki, ildən ilə konfrans iştirakçılarının sayı artmaqdadır. Bugünədək parlament şəbəkəsinin 3 konfransı keçirilib. Bu tədbirlərdə 70 ölkədən 15 beynəlxalq təşkilatdan olmaqla iştirakçıların ümumi sayı 1000 nəfərdən çox olub. Hər bir konfransda iştirakçıların sayı əvvəlki illə müqayisədə daha da artıb ki, bu da parlament şəbəkəsinə artan marağın nəticəsi olub. Bugün isə parlament şəbəkəsi qoşulmama hərəkatına üzv olan dövlətlərin parlamentlərinin yarısından çoxunu təmsil edir. Tədbir iştirakçıları qeyd etdilər ki, qoşulmama hərəkatının məqsəd və prinsiplərinə uyğun olaraq üzv ölkələr arasında daha sıx əlaqələrin qurulması və müxtəlif sahələrdə birgə fəaliyyətin inkişafı olduqca vacibdir. Biz bu şəbəkənin yaradılmasını dəstəkləyirik, çünki parlamentlərin Bandung prinsiplərinin ideallarının həyata keçirilməsində fəal iştirakı vacibdir. Konfrans Bandungun 70-ci il dönümünə təsadüf edir və 70 il əvvəl Bandungda formalaşdırılan davamlı dəyərləri bir daha təsdiqləmək üçün çox mühüm hadisədir. Düşünürəm ki, strategiya məqsədlərimiz bir-birinə bağlıdır və biz hamımız dialoq vasitəsilə sülhü təşviq etməkdə çox maraqlıyıq. Mən konfransda münaqişələrin və problemlərin həlli mövzularına toxundum. Hazırda Azərbaycanla Pakistan arasında münasibətlər ən yüksək həddədir. Biz qardaşıq. Bizim təkcə diplomatik münasibətlərimiz yox, xalqlarımız arasında da dostluq münasibətlərimiz var. Qoşulmama hərəkatı parlament şəbəkəsinin 4-cü konfransı Daşkənd bəyannaməsinin qəbulu ilə yekunlaşdı. Nəticədə spiker Sahibə Qafarova qurumun növbəti mərhələdə yenidən sədri seçildi. Yeri gəlmişkən Özbəkistana işgüzar səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova bu ölkənin prezidenti Şavkat Mirziyoyevlə görüşüb. Görüşdə ölkələrimiz arasında münasibətlərin hazırki yüksək səviyyəsindən məmnunluq qeyd edilib. Qoşulmama hərəkatı parlament şəbəkəsinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Tolerantlıq və Sülh Təşkilatının rəhbəri Ahmed Aljarvan ilə də görüşüb. Görüşdə qoşulmama hərəkatı parlament şəbəkəsi ilə Tolerantlıq və Sülh Təşkilatı arasında memorandum imzalanıb. Aysel Abbasova, Elvin Rəhimli ilə Cavad, ASTV xəbər.